Deməli, belə bir çalışma var. Bunun həllinə izah eləmək istəyirəm. İlk növbədə bu cədvəldəki düstur olan, belə deyək, xanaları seçib silirəm. Daha sonra ümumiyyətlə bu cədvəldə, boz rəngdə olan cədvəldə burada bu ədəd sözlərini yazmırsınız. Sadəcə rəqəmin özünü yazırsınız. Burada ədəd olan hissəni number custom ilə general boşluq dırnaq, ədəd dırnaq ilə verəcəksiniz bu formatı. Məbləğ hissəsi də hesablamalıdır. Yəni sayını qiymətinə vuracaqsınız. İndi burada bu çalışmada da biz işçinin belə deyək də bonus faizini hesablayırıq və burada da verilib Apple markalı məhsul satsa, yəni ümumi satış cəmindən 1% bonus veriləcək, Huawei satılsa 2%, Nokia 3% və s. Yəni burada məlumatlar verilib. İndi biz təbii ki, ilk növbədə satış cəmlərini tapmalıyıq ki, onun bonusunu gəlir hissəsində hesablayaq. Bu da SUMIF funksiyasıdır, yəni şərtə görə cəmləmək funksiyası olan SUMIF. Çünki şərtə görə, kriteriyə görə biz bunları cəmləyəcəyik. Deməli, SUMIF yazdıqdan sonra burada 3 parametr mövcuddur. Range, kriteriya, sum range və əvvəlki videolarda qeyd eləmişdik də, yəni əgər məhsuldan söhbət gedirsə, burada hər 3 parametr istifadə olunacaq. Kriteriyamız məhsul üzrə olduğu üçün ona görə range hissəsində, range diapazondur, yəni məhsullar diapazonunu seçəcəyik və daha sonra nöqtəli vergül kriteriya, hansı kriteriya cəmləyirik? Apple, yəni kriteriyasına görə cəmləyirik, Apple-ı seçirik. Nöqtəli vergül və sum range hissəsində də məbləğləri seçəcəyik. Bunları seçərkən başlıqları seçməyi unutmayın. Enter düyməsini vurduqda təbii ki, burada cavab 0 alınacaq. Yəni normalda manat formatı verməyəndə burada belə deyək də cavab 0 olaraq əks olunur, amma manat formatı verdikdə, yəni tire kimi. Bunun da səbəbi nədir? Çünki məhsullar hissəsində Apple markalı məhsul yoxdur. Yəni Apple iPhone 11 Pro Max var. Yəni sırf Apple yazılan təkcə məlumat olmadığı üçün, yəni biz burada Apple seçmişik. Ona görə bunu bizə vermir. Ona görə biz burada xana istinad eləməyəcəyik. Yazmaq yolu yönələcəyik. Deməli, SUMIF, yəni dırnaq hissəsində mətni yazmaqla. Deməli, range hissəsində yenə bunu seçdim. Nöqtəli vergül. Dırnaq hissəsində Apple yazırıq və dırnağı bağlayırıq. Nöqtəli vergül yenə sum range hissəsində də məbləğləri seçirik. Yəni enter düyməsini vursaq təbii ki 0 olacaq. Çünki biz dəyişən bir şey olmadı. Yəni Apple sözünü xana yox, yəni dırnaq hissəsində mətn kimi yazdıq. Lakin burada sırf yəni Apple yazılan məhsul yoxdur da. Ona görə biz burada Apple-dan sonra ulduz işarəsi qoyacağıq. Yəni əvvələ Apple sözü ilə başlasın, ardı nə olur olsun. Çünki burada fərqli məhsullar var. Məsələn, Apple iPhone 11 Pro Max, Apple iPhone XR, Apple iPhone XS Max, Apple iPhone 6s. Yəni bunlar fərqli olduğu üçün biz Apple yazdıqdan sonra burada da fikir verin, ulduz işarəsi qoymuşuq ki, yəni əvvəli Apple-la başlasın, ardı nə olur olsun. Enter düyməsini vururuq və nəticədə bizə satış cəmlərini verir və buradan da deməli bunun 1%-ə vururuq və enter düyməsini vurub cavabı alırıq ki 692 manat 50 qəpik buradan bonus oldu. İndi təbii ki, bu aydın məsələdir ki, yəni illik olan bir hesabatdır. Huawei markalı telefon üçün isə yenə SUMIF yazırsınız. Yəni bu hər biri üçün ayrı-ayrı düstur yazırsınız. Təbii ki, mən bunu bir neçə mərhələdə izah eləyəcəm. Yəni belə deyək də çətindən asana doğru, yəni belə deyək də çətindən sonra dedikdə, yəni gərək ilk növbədə funksiya yazmağı biləsiniz ki, sonra daha sadələşmiş versiyasını sizə izah edə bilim. Hələlik siz burada sizin üçün məşq olsun deyənə, yəni SUMIF funksiyasını ayrı-ayrı gərək hesablayasınız. Yenə range hissəsində məhsul seçirsiniz, nöqtəli vergül,
Bu zaman kriteriya hissəsində Huawei sözünü də axıra kimi yazmaya ehtiyac yoxdur. Yəni Hua yazıb sonra ulduz qoysanız da kifayət eləyir. Zaten o sözlə başlayan başqa bir mətn yoxdur. Dırnaq Hua ulduz qoyuram, yəni Huawei sözü ilə başlasın, ardı nə olur olsun. Çünki orada fərqli markalar var, nöqtəli vergül, daha doğrusu modellər var. Və sum range hissəsində də yenə məbləğləri seçirsiniz, enter düyməsini vurursunuz. Yəni hər məhsul üzrə ayrı-ayrılıqda belə deyək, cavabları alırsınız. Təbii ki, biz bunu sürüşdürə bilmərik. Sürüşdürəndə bəzi problemlər olacaq. Nisbi xana, mütləq xana məsələsi var. Onu da ayrıca deyəcəm, qeyd edəcəm. Və həm də burada Huawei yazılıb da mətn. Yəni hər telefon üçün ayrı-ayrılıqda birinci hesablayın ki, əliniz sami funksiyasını yazmağa öyrəşsin, nöqtəli vergül, kriteriya hissəsində yəni Nokia yazıram və ulduz yazıram. Yəni Nokia sözü ilə başlasın, ardı nə olur olsun. Yəni sum range-də bunların hamısını seçirəm. Daha sonra yenə sum if, yəni range hissəsində məhsulları seçirəm, nöqtəli vergül, dırnaq içərisində O, N, E yazıram və ulduz qoyuram. Yəni one sözü ilə başlayıb başlasın və ardı nə olur olsun, nöqtəli vergül, yəni sum range hissəsində məbləğləri seçirəm, enter düyməsini vururam. Yəni hər məhsul üçün ayrı-ayrılıqda hesablayıram. Təbii ki, bunun daha rahat yolu var. Yəni gərək ilkin mərhələdə, yəni siz bunları bir-bir yazın ki, belə deyək də, yəni hər bir mərhələnin birində, yəni ola bilər izah edəcəyim növbəti mərhələ sizin yadınızdan çıxsın. Yəni ən pis halda yəni bunu bilməlisiniz. Düzdür, bu indi edəcəyimiz üsul biraz uzun üsuldur. Çünki yavaş-yavaş sizə bunu izah edəcəm də daha rahat yolunu gərək ilkin formanı biləsiniz ki, digər formanı da daha yaxşı dərk edə biləsiniz. Yenə sum if yazırıq, range hissəsində məhsullar, nöqtəli vergül, dırnaq içərisində S onu yazıb ulduz qoyuram, yəni Sony sözü ilə başlasın, ardı nə olur olsun, yenə məbləğləri seçirəm, enter düyməsini vururam, yenə sum if, yenə məhsulları seçdi, nöqtəli vergül, dırnaq içərisində X, E, A, ulduz bağladıq, nöqtəli vergül, sum range-də də yenə məbləğləri seçdi, hesabladıq. Və təbii ki, düsturu burada bir dəfə yazmışdıq, sürüşdürürük, digər məhsulların da bonusunu bizə çıxarır. Model sayını isə countif funksiyası ilə tapacaq. Countif şərtə görə sayı tapmaq işini görür. Count if yazırıq. Bu funksiyanın da sintaksisi sum if-ə bənzəyir. Lakin burada ancaq iki parametr var. Range bir də kriteriya. Range-də məhsulları seçirsiniz, nöqtəli vergül hissəsində, dırnaq içərisində app, bir də ulduz qoyursunuz ki, yəni Apple sözü ilə başlasın, ardı nə olur olsun. Yəni biz burada neçədən fərqli Apple markalı məhsul var, onun sayı bizə maraqlıdır. Məsələn, burada iPhone 11 var, iPhone XS Max var, iPhone XR var, bir də iPhone 6s. Yəni 4 dənədir də. Enter düyməsini vuranda bəli, həqiqətən də cavabı bizə 4 olaraq verir. Yenə digər xanalar üçün də ayrı-ayrı hesablayın ki, əliniz countif funksiyasını yazmağa alışsın. Deməli, Hua, ulduz, enter. Yenə count if, range hissəsində məhsullar, nöqtəli vergül, dırnaq içərisində deməli nok, ulduz qoyursunuz, dırnağı bağlayırsınız. Yenə sum if, OnePlus hamısını seçdik, nöqtəli vergül, kriteriya hissəsində one yazıram və ulduz, dırnağı bağlayıram. Aha, burada yazdıqda 0 çıxdı. Niyə görə? Normalda 0 çıxmamalıdır. A1-dən A22 kimi deməli one yazdıq. Gəlin bunu böyük hərfinə yazaq. Ola bilər fərq versin. Yox. Deməli A1, A22 hissəsində yenidən yazım ola bilər. Onu
ulduz yazırıq. Dırnaq işarəsində də ola bilər problem olsun. Hə, mən burada səhvən SUMIF yazmışam. Üzrlü sayın count if. Çünki SUMIF şərtə görə cəmləyir. Düzəliş edeyim. Ona görə ehtiyatlı olmaq lazımdır funksiyalar yazarkən. Yenə count if şərtə görə sayma funksiyası. Range hissəsində məhsulları seçirik. Yenə dırnaq hissəsində sum, ulduz, dırnağı bağlayıram. Yenə bərabər count if. Deməli, yenə seçirəm. Dırnaq içərisində S, onu, ulduz. Yəni, bunları bir-bir yazın ki, yəni əliniz öyrəşsin. Sonra daha rahat yollarını izah edəcəm. Yenə range hissəsində məhsulları seçdik. Dırnaq içərisində X, I-yə yazırıq, X-yə yazırıq, yəni ulduz. Dırnaq içərisində bəli. Bizə bu cavabları verdi. Bu mücəh hissəsində də alt bərabəri bassaz bunları cəmləyəcək. Yəni, siz bunu ən pis halda belə hesablaya bilərsiniz. Lakin, belə deyək də, bu biraz yorucu olacaq. Bunu biraz daha rahat yolla necə eləyə bilərik. Gəlin, burada belə bir şey eləyək. Müqayisə üçün, yəni alınan cavabları buradan screen eləyirəm. Deməli, bunu bir fayl kimi yaddaşa verirəm. Daha sonra insert tabından Zistwise buradan deməli bunu əlavə edeyim bu hissəyə. Dəqiqə. Place in cells əmrini əlavə elədim. Ona görə xana ölçüsündə verdi. Zistwise şəklə əlavə elədim. Deməli, baxın, biz bunu başqa necə eləyə bilərdik? Məsələn, bəzi istifadə sən deyə bilər ki, misal üçün, bu düsturları bir dəfə yazaq, sonra sürüşdürək, uzaqbaşı alınan cavablarda bu məhsul adlarını dəyişdirək də. Yəni, məsələn, bura Huva yazaq, burada məsələn, Nok yazaq, yəni Nokia. Düzdür, bu üsulla eləyə bilərsiniz, amma cavab düz də çıxa bilər, səhv də çıxa bilər, yəni %100 olmayacaq da. Gəlin baxaq, burada yenə Samsung, yenə burada Sony yazıram və burada da Xia yazıram. Baxın, müqayisə eləsək bu rəqəmləri, deməli 17.632.520. Fikir verirsiniz, Samsungda cavab fərqli çıxdı, digər məhsullarda eyni oldu. Yəni, ona görə deyirəm ki, bu düz də ola bilər, səhv də ola bilər. Gəlin səbəbinə baxaq. Çünki biz burada bu xanaları seçərkən, baxın, burada A1, A1, A21, yəni Excel'də xananın növləri var, yəni nisbi xana, mütləq xana, qarşı xana. Biz burada A1, A22, yəni diapazonunu seçmişik də, yəni bizdə yəni məhsullar sırf A1-dən A22 kimi olan hissədə yerləşir. Bu da nisbi xanadır, yəni elə bil, belə deyim də sizə, yəni tutaq ki, bu nisbi xanadır, belə deyək, mütləq xana versiyasında bunların qarşısında elə bir dollar işarəsi olur da, yəni bu nisbi xananın yazılışıdır, bu isə mütləq xananın yazılışıdır. Nisbi xananın özəlliyi budur ki, yəni düsturu sürüşdürəndə, yəni kopyalayıb sürüşdürəndə xana ünvanı dəyişir, mütləqdə isə dəyişmir. İndi burada fikir verin, düsturda yazmışıq A1, A22, bu aşağı sürüşəndə düstur, yəni kopyalayıb sürüşdürdükdə xananın ünvanı oldu A2, A23, yəni buradan bura kimi olan hissə oldu. Aydındır. Bu da problemdir də, yəni çünki bizdə məhsullar A1-dən A22 kimi olan hissədədir, yəni bu hissədə deyil. Ona görə bu səbəbdən, məsələn, aşağı düşəndə Nokia-da məsələn olacaq, deməli A3-dən A24-ə, yəni A3-dən A24-ə kimi olan hissədə baxacaq ki, məsələn, burada onsuz da yuxarıda Nokia olmadığı üçün cavab düzgün çıxır. Məsələn, OnePlus-da baxaq, məsələn, OnePlus-da A4-dən A25-ə kimi baxır. Çünki siz bunu sürüşdürdükdə, yəni nisbi xana olduğu üçün bunların ünvanı dəyişir də.
Mesela yukarıda OnePlus olmadığı için cavab düzgün çıxır. Amma Samsungda düstur A5-dən A26-ya kimi, yəni bu kanal diapazonu, yəni belə deyək də, məhsullar diapazonu dəyişdiyi üçün və yuxarıda da Samsung olduğu üçün, yəni hesablama zamanı yuxarıdakı bu Samsungu nəzərə almır da. Məsələn, burada 14.000-dir də, bizdə məsələn neçə çıxıb burada? 35.000. 35.000 üstə 14.000 gələndə 49.000 edir də, yəni buradakı cavab edir. Yəni bunun səbəbi düsturda nisbi xana yazılmasıdır. Biz bunu mütləq xanaya çevirəcəyik. Nəyə görə? Biz istəyirik ki, yəni bu range hissəsində, yəni məhsulun diapazonu seçmişik. Yəni istəmirik də bu diapazon dəyişsin. Çünki bir daha belə də göstərim. Məsələn, baxın, biz burada düstur yazmışıq. A1, A22. Məsələn, məhsullara D1, D22 seçmişik. Yəni biz bunu aşağı sürüşdürəndə bu düsturu. Görürsünüz A2, A23, D2, D23, A3, A24, D3, D24. Yəni bu diapazonlar dəyişir. Bizdə də belə deyək də, məhsullar diapazonu A1-dən A22 kimidir. Toplanacaq məbləğlər də D1-dən D22 kimidir. Yəni mənim bu hissələrin dəyişməsi mənə sərf eləmir də. Yəni bu hissə dəyişməməlidir. Yəni bu Apple, Huawei, Nokia və s. bu bütün məhsulları, yəni A1, A22 məhsul diapazonu və D1, D22 satış məbləği diapazonu çərçivəsində toplanmasını istəyirəm. Ona görə bunları mütləq xanaya çevirəcəm. Bunun üçün nə edirəm? A1-dən A22 kimi olan hissəni seçib, klaviaturadan F4 düyməsini vururam. F4 düyməsini basanda, yəni nisbi xana mütləq xanaya çevrildi də. Görürsünüz, bu yazılış oldu. A1 dollar A, dollar 1 olur. A22-də dollar A, dollar 22 olur. Belə eləyəndə bu artıq bunu aşağı sürüşdürəndə A1, A22 dəyişməyəcək. Məsələn, D1-dən D22 kimi olan hissəni də seçirik. F4 düyməsini vururum. Ola bilər sizdə klaviaturada F4 olmazsın. Notebooklarda FN F4 olur. Onu da göstərəcəm. Enter düyməsini vuranda fikir verirsiniz. Bunu indi artıq bir sürüşdürsək. Baxın. İndi burada mətn Apple olduğu üçün hamısı da 69.250 cavab alır. Məsələn, biz burada Hua yazsa, Hua fikir verirsiniz 40.740. Zaten bu cavabı alacaq. Gəlin də əsas Samsungu düzəldək. Görürsünüz, burada dəyişməyib. A1, A22 olur. Məsələn, Sam yazıram, Enter vururam. Görürsünüz, həmin 49.350 cavabını verir. Baxın, göstərirəm. Bax, belə də baxın. Fikir verirsiniz, dollar qoyanda bu diapazon dəyişmir. A1, A22 olur. Yəni, məhsulun diapazonu dəyişmir. Eyni zamanda, belə deyək də, satış məbləğlərinin də diapazonu dəyişmir. D1, D22 olur. Yəni bu səbəbdən biraz daha rahat olur da. İndi bunu da deyim, deməli nisbi xanadan mütləq xanaya keçirmək üçün klaviaturada F4 düyməsi var. Belə deyək də, rəqəmlərin üstündə. Yəni notebooklarda isə FN düyməsi ilə birgə F4-ü basacaqsınız. F4 yəni bu rəqəm düymələrin üstündə olur bu düymələr. Hal-hazırda bu əks olunmayıb. Baxsaz klaviaturunuza diqqətlə görəcəksiniz. Yəni ya F4 ya da ki bəzi notebooklarda FN düyməsi ilə birgə F4. İndi gəlin bu düsturu elə bəri başdan düzgün yazaq. Məsələn, bərabər yazıram burada sum if. Range hissəsində məhsulları seçirəm və bu diapazon dəyişməsini istəmirəmsə birbaşa F4 düyməsi vururam. Birbaşa F4-ü basanda artıq ikisinə də mütləq xana verir də. Birbaşa vuranda ikisi də bir dəfəlik dəyişir. Amma siz bunu vaxtında verməyəndə gərək belə seçib sonra F4-ü basasınız. Sonra nöqtəli vergül, deməli, dırnaq içərisində APP ulduz qoyuram. Dırnağı bağlayıram, nöqtəli vergül. Sum range-də də məbləğləri seçirəm və dərhal F4-ü basıram. Görürsünüz, ikisini də edir. Yəni dərhal vurmasam gərək məcbur olub bunu belə seçib, yəni F4-ü basasınız. Bunu sürüşdürürəm belə. Sürüşdürəndən sonra bu elə bir ikinci mərhələdə, bu ikinci yoldur. Yəni bundan sonra gəlib sadəcə məhsul adlarını dəyişməyimiz kifayət eləyir. Məsələn, bu hissədə bu hissəni gələm Nokia yazıram. Yəni düsturu bir dəfə yazırsınız. Sürüşdürsünüz, sadəcə bir dənə məhsul adlarını dəyişirsiniz. Burada da sum yazıram.
Bir dənə də Sony Xperia son yazıram. Bir dənə də burada Xia yazıram. Və salam, görürsünüz, eyni cavabları aldı. Model sayında da count if yazacağım. Range hissəsində məhsulların diapazonu seçirəm və onu mütləq xanaya çevirəm ki, düsturu aşağı kopyalarda A1, A22 dəyişməsin. Nöqtəli vergül. İkinci hissədə isə dırnaq hissəsində APB ulduz yazıram, dırnağı alıram, enter düyməsini vururam və sürüşdürdükdən sonra sadəcə girib məhsul adlarını dəyişsəm düzələcək bu. Deməli, burada da nok yazıram. Yəni, bu göstərdiyimiz olan hər birini eləyin ki, yəni daha möhkəm yadınızda qalsın. Sonra daha rahat yola gedəcəm. Deməli, sam yazıram. Daha sonra yenə. Yəni, bu mövzunu daha yaxşı anlayasınız deyənə. Mən mərhələ izah edirəm. Yəni, birbaşa ən rahat yolu yazsam, yəni biraz başa düşülməyəcək aydın. Belə. Görürsünüz, eyni cavabları alırıq. 402, 402, 2532, 2532 eyni cavablardır. İndi daha rahat yolu nədir də? Biz hər dəfə bizim burada sadəcə problemimiz nə idi? Yəni, düsturun rahat yazıb kopyalayırdı. Bu məhsul adlarını dəyişirdi. Bu da biraz bizi yorur. Bunun daha rahat yolu nədir? Gəlin burada izah edeyim. Deməli, Excel proqramında Concatenate adlı funksiya var. Bu funksiya mətnləri birləşdirmək üçün lazımdır. Məsələn, gəlin misal yazın. Məsələn, tutaq ki, deməli, məsələn, ayrı-ayrı kanallarda ad, familiya yazım. Sonra indi onları birləşdirəcəm. Deməli, aha, bu adlar ayrı-ayrı kanallardadır. Məsələn, indi bunları mən birləşdirmək istəyirəm. Concatenate funksiyasından istifadə edə bilərəm. Concatenate yazıram. Konkat yazanda çıxır. Məsələn, burada mətnləri seçirəm. Text 1-də Şahini seçdim, nöqtəli vergül, text 2-də Rızayev, nöqtəli vergül, text 3-də isə, yəni 3-cü mətn olaraq Vaqifi seçdim. Enter düyməsini vursam, fikirversiz ayrı-ayrı kanallarda olan mətnləri birləşdirəcək. Amma burada nə problem var? Normalda bunlar arasında boşluq olmalıydı. Ona görə qəsdən bilərək belə yazdım ki, problemi də görəsiz və həllinə də keçək. Məsələn, burada text 1-də Şahini seçirəm, nöqtəli vergül, ikinci mətnin boşluq olmalıdır. Ona görə dırnaq içərisində boşluq qoyuram, yəni spacebar düyməsini basıram. Üçüncü mətn Rızayev, dördüncü, hər dəfə nöqtəli vergül basmalısınız. Dördüncü mətnin boşluq olmalıdır, dırnaq içərisində boşluq qoyuram. Nöqtəli vergül, beşinci mətnin Vaqif və ən sonunda yəni boşluq qoymaya ehtiyac yoxdur. Və fikir verirsiniz, bu problemi biz nədir? Həll elədik. Yəni, Concatenate funksiyası ilə biz mətnləri birləşdirə bilirik. İndi burada fikir verin. Tutaq ki, biz normalda orada nə yazırdıq? Apple yazırdıq, bir də ulduz qoyurduq da. Məsələn, bu düsturları yazanda. Məsələn, Apple ulduz, Huawei ulduz. İndi bu mətni biz birləşdirə bilərik. Məsələn, burada Apple yazıram, burada da ulduz mətnini yazıram. Bərabər yenə Concatenate. Amma Concatenate funksiyasını yazanda bu səfər boşluq qoymayacağım da, çünki Apple və ulduz bitişik olmalı. Nöqtəli vergül və bu. İki xananı seçsəm, görürsünüz, Apple ulduz verdi. Bunu gətirib bu funksiyayı da yerinə qoymaq lazımdır. Yəni, bu Apple ulduzun yerinə, yəni Concatenate yazıb, birinci tekstimiz Apple, Apple da burada var. F2 xanası. Bu da nisbi xanadır da. Yəni nisbi xana aşağı sürüşdürəndə dəyişir. Yəni F2, F3 olacaq Huawei. Bu da mənə sərf edir. Ona görə bunu mütləq xanaya çevirmirəm də. Çünki mən bunu dəyişməsini istəyirəm. Nöqtəli vergül. İkinci tekst olaraq dırnaq içərisində ulduz yazıram və Concatenate funksiyasını bağlayıram.
Bax, buradan da fikir verin. Düsturu burada yazmışam, Konstantin. Yəni Apple ulduzu yerinə bunu yazıram. F2 nədir? Apple-dır. Ulduzdakı ulduzdur da. Yəni bunları nə edəcək? Birləşdirəcək. Aşağı sürüşdürəndə də F2, F3 olacaq. Huawei ulduzu olacaq. Bax, bu formada. Siz bunu belə yazanda təbii ki, gözünüz eyni cavabları alırıq da. Məsələn, gəlin bunları silək, başdan eləyək. Deməli, Samif yazıram. Samifdə bu artı 3-cü mənədir, yəni ən rahat üsulda. Range hissəsində məhsulları seçirəm. Məhsulları seçəndən sonra bu diapazonu dəyişməsini istəmirəm də. Çünki diapazon ancaq A1-dən A22 kimində. Yəni burada aşağıda məlumat yoxdur axı. F4 düyməsini bastım ya da FN F4 notebooklardakı kimi. Nöqtəli vergül kriteriya hissəsində mən normalda dırnaq hissəsində Apple ulduz yazırdım. Amma Apple ulduzu mən konsantre funksiyası ilə yəni bu funksiya içində funksiya yazmaqdır da. Bunları birləşdirə bilərəm. Yəni text 1-də Apple seçirəm, nöqtəli vergül. Text 2 gözsüz parametr aktiv olur. Burada isə əllə dırnaq içərisində ulduz yazıram. Bu nəticədə Apple ulduzu verir də bizə. Aşağı da sürüşdürəndə nə olur? F2, F3 olur. Yəni F2 Huawei dəyişir. Huawei sonra Nokia dəyişir. Ona görə mən bunu nisbi kanal olaraq saxlayıram. Çünki bu F2-nin dəyişməsi mənə sərf edir. Konsantre funksiyasını bağladıqdan sonra burada gözünüz Samif hissəsində kriteriya aktiv olur. Zaten kriteriyada bunu yazdıq. Burada və bizə göstərir. Cavab Apple ulduz çıxacaq. Nöqtəli vergülü basıram ki, Sum range parametri aktiv olsun. Burada da D1-dən D22 kimi olan hissəni seçib, sonra bunu mütləq xana çevirmək lazımdır. Yəni F4 düyməsi ilə Enter düyməsini vururam. Bir dənə də Enter vururam. Çünki normalda bunu bağlamalıydım. Bağlamamışdım. Ona görə o bildiriş gəldi. Sonra sürüşdürdükdə görürsünüz artıq digər məhsulları yazmaya ehtiyac qalmır. Baxın, belə də göstərim sizə. Baxın. Görürsünüz, dollarla yazdıqlarımız dəyişməyib. A1, A22, görürsünüz, D1, D22. Amma nisbi kanal olaraq yazdığımız F2, yəni istinad etdiyimiz F2 dəyişir, F3, F4. Çünki bunun dəyişməsi mənə sərf edir ki, misal üçün burada F7 məsələm nədir? Sony Xperia'dır. Yəni gəlsin Sony Xperia'ya görə cəmləsin. Məhz bu səbəbdən. Bəli, indi gəlin model sayını da bu formada hesablayaq. Bərabər count if deməli range hissəsində məhsulları seçirəm və mütləq edirəm bunu F4 ilə nöqtəli vergül. Kriteriya hissəsində isə konsantrate funksiyası vasitəsilə mətnləri birləşdirirəm. Hansı mətnləri? Məsələn, Apple ulduzu. Text 1-də deməli F2 xanasını seçməliyəm. İndi hal-hazırda burada düstü görsəndiyi üçün seçə bilmirəm. Belə əllə də yaza bilərəm. F2 nöqtəli vergül. İkinci mətn. Görürsünüz, burada text 2 yazılıb. Burada dırnaq içərisində ulduz dırnaq qoyuram. Bunu F2-ni yəni nisbi kanal olaraq saxlayıram. Yəni F4-ü basıb mütləq çevirmirəm də. Aşağı düşəndə F2, F3 olsun, F3 də Huawei'dir. F3 də aşağı düşəndə F4 olsun, o da Nokia'dır. Yəni Enter düyməsini vururam. Daha sonra sürüşdürdükdən sonra görürsünüz, həmin nəticələri alıram. Belə ümid edirəm ki, aydın oldu.